Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz yoldaşlara, sırdaşlara salam arz edirəm. Bugün istəyirəm sizinlə Şəms divanından hoviyyətlə, kimliklə bağlı bir qəzəl oxuyub o qəzəli də sizə şərh eləyəm. Türk irfanı göylərdə, həpərut aləmində seyr eləyən irfanlardan deyil. Türk irfanı toplumsal, yer üzündə gedən toplumun problemlərinə, məsələlərinə qoşulan bir irfandır. Türk irfanı fərdi, individual qərblər demişkən bir irfan deyil. Türk irfanı toplumun, ictimanın içində gedir, seyr eləyir. Eyni halda da öz içində yaradan dünyanın içində seyr eləyir. O içərisində bir təaliyə çatmaq üçün ictimanın da məsələlərinə həm qoşulur, həm qarışır. Ona görə zülmün qabağında da dayanır, məzluma da arxa olur. Heç zaman da məişətini demək olar xalqın cibinə düyünləmir. Bir Türk arif demək olar hər zaman öz məişətini öz əlinin qazancı ilə qabağa aparır. Və buna bir bağımsızlıq bağışlayır. İçəridən buna bir fərəh gətirir ki, bu özünü özgələrin çalışmasına heç zaman bağlamır. Ona görə bizim bu Şəms divanı baxmayaraq ki, çoxlu danışqahlarda da buna baxılır, oxunur, amma bunun çoxlu gizlin nüktələri vardır. O cümlədən budur ki, bu Şəms divanı Şəms ilə Mövlananın diyaloqu və danışığıdır. Demək olar ki, bu Şəms divanı ki, Şəmsin adına qoyulubdur. Şəms Təbriz məktəbini aparıb Konyada Mövlananı görənkən Mövlanada nə dəyişikliklər yaraldır, bu məktəbin gücü nə olur, bu Şəms divanındakı 65.000 beytidən də çox olar. Orada siz nə edirsiniz, bunu görürsünüz. Şəms divanında çoxlu coğrafiyayı yerlər gəlir. Orada Təbrizdən var, Ərəxdən, Şamaddan, Kaşqərdən, Səmərqəndidən bir belə adlar gəlir. Bir belə adlar, yəni coğrafiyaya və torpağa bağlanmaq. Bu belə bir irfandır ki, torpaqla, vətənlə birlikdə gedir. Yəni demək olar ki, eyni halda həm materialdır, həm idealdır. Həm göylərdə mənaları kəşf eləyir, həm yerlərdə öz vətənini, öz kimliyini, öz varlığını axtarır. Bu qəzəli ki, istəyirəm demək olar sizə oxuyam. 2204-cü qəzəldir Şəms divanından. Bu qəzəldə oxuduqca siz görəcəksiniz ki, Təbriz məktəbi irfanı baxımdan nədir və nə edə bilər? Bir insan ki, istir öz kimliyini, öz mənliyini, öz varlığını axtarsın, sömürgəlikdən qurtulsun, bir bağımsızlıq aləminə çatsın, nə etməlidir? Yəni bizim önümüzdə, gözümüzün qabağında, üzərimizdə demək olar bir irfani təcrübələr vardır. O təcrübələrdən biz
çaşmamalıyıq. O təcrübələrdən biz uzaq durmamalıyıq. O təcrübələri yenidən öz içərimizdə və öz eşiyimizdə bunları yaratmalıyıq. عاشقی بر من پریشانت کنم نیکو شنو کم امارت کن که ویرانت کنم نیکو şunu. Xop, Şəms gəlir Mevlanaya deyir ki, mən bilirəm ki, sən mənə aşıqsən, sevdalısan, sevda gözünlə baxırsan, məni sevirsən. Amma mən pərişanət konam, niku şunu. Bu sevmək bəlkə də sənin üçün yaxşı ola, amma sənə pərişanlıq gətirmir. Mən istəyirəm səni qarma-qarışıq eləyəm, pərişanlığa çəkəm. Bunu iyi, yaxşı eşit. Kəm imarət kon, ki viranət konam, niku şunu. Çoxlu imarətlər yaradırsan. O qədər tərsə düşüncələrdə, tərsə durumlarda, tərsə kitablarda, öz zehniyyətində tərsə kimliklərə yetişibsən. O tərsəlikləri o qədər qurubsan bir-birinin üstünə, imarətlər yaradıbsan. O tərsəlik imarətlərin içində sən yaşayırsan. Mən gəlmişəm ki, onları darmadağım eləyəm. Bunu yaxşı eşit. Şəmsinə üzbəüzsən. Kəm imarət kon, ki viranət konam, نیکو شنو. گر 200 خانه کنیم زنبوروار و موروار بی کس و bی xan و bی manət konam, نیکو şunu. Bu tərsə durumda, bu tərsə düşüncəlikdə, bu tərsə məktəbdə, tərsə dinçilikdə, tərsə əxlaqçılıqda, tərsə elmiçilikdə sən yüzlər arı kimin ev düzəldəsən, yüzlər qarışqa kimin ev düzəldəsən, mən gəlmişəm ki, sənin bütün bu evləri dağıdam. Nə imarət eləyibsən, bi kəs o, bi xan o, bi manət konam, نیکو şunu. Yaxşı və iyi eşit, qulağıma sırq elə, mən nəyə gəlmişəm, mən nədən ötürüyəm, mənim görəvim sənin qabağında nədir? تو برانک خلق مست تو شوند از مرد و زن من برانک mest و heyranət konam, نیکو şunu. Sən buna görəsən ki, belə işlər görürsən ki, bir belə xəlq, xəlaiq, insanlar sənə baxdıqca keyfli olsunlar. Kişidən, qadından fərq etməz. Amma mən sənə heyran olanlardan işim yox. Sənə məst olanlarla işim yox. Mən gəlmişəm sənin özünü məst və heyran eləyəm. Mən bərənək məst و heyranət konam, نیکو şunu. Qulağıma sırq eləcəkən ki, qərar dər ki, özgələr sənin barəndə heyrətdə qalsınlar. Sən özün gərək heyrətdə qalasan, özün gərək məst و heyran olasan. Buna əlbəttə Məsnəvidə də işarələr var ha. O nağıl ki, bir nəfər gəlir əjdahanı Bəğdadın qarlıq yerindən götürür, gətirir millətin içinə. 100 هزاران مار و که heyran اوست او چرا heyran şödəst و مار دوست. Oradakı gəlirlər, hamısı ilana baxırlar, hamısı barmaq ağızlarında heyrətdə qalırlar. Bu Mevlana olandan sonra gəlir onlara yetişir ki, sən də bir ilanla mütəəyyir olmayacaqsan, bir əjdahaya baxmaqla mütəəyyir olmayacaqsan. Sən öz kimliyi və öz varlığı və qeydsən, orada görəcəksən ki, heyrət və heyranlıq nə deməkdir. چون خلیلی هیچ از آتش مترس ایمن مرو چون خلیلی هیچ از آتش مترس ایمن برو من ز آتش 100 گلستانت کنم نیکو şunu. Xop, mən bu işləri səndən görsəm, sənin başına bu oyunları gətsəm, səni tərsəlikdən qurtarsam, da sən İbrahimə çöndün. Sən odunla üzbəüz əlbəyax ola bilərsən. Ondan heç qorxun olmasın. İmen buru.
جچنن. من ز آتش صد گلستانت کنم نیکو şunu. Mən bu odları sənə gülüstan eləyəcəm, bustan eləyəcəm, bağlar eləyəcəm. Qabağında bunları açacam, açıqlayacam. Od sənə gül olacaq. گرچه قافی تو را چون آسیای تیز گرد آورم در چرخ و گردانت کنم نیکو şunu. Bir at çıxardıbsan ki 100 dəvə sənin adını daşıya bilənməz. Dağsan, qafsan, amma mən səni gətirəcəm o dərman daşının içinə salıb səni orada xırdı-xavır eləyəcəm, əzəcəm və orada sənin o itmiş cövhərlərin və içərində olan o kimyaları mən üzə çıxaldacam. O əqiqləri, o almasları, o bahalı daşlar ki onun qafın içindədir, mən onları üzə çıxaldacam ki onun bir zərrəsi neçə ton dağlarla bərabərlik eləyəcəkdir. ور تو افلاطونی و لقمانی به علم و کر و فر من به یک دیدار نادانت کنم نیکو şunu. Əgər sən fikr eləyirsən ki, özünə görə bir əflatunsan, loqmansan, elmidə, kərridə, fərridə, yəni bu bir belə məharətlərdə, fəlsəfədə əflatuna oxşuyubsan, hikmətdə, loqmana oxşuyubsan, amma mən bir görüşünə səni nadan və cahil eləyəcəm. Niyə? Hər nə bunları ki öyrənibsən, bunlar sənin dərdivə dəyməz. Şeyx Bəhainin bir şeiri var, deyir ki, با دفونه آن مرد عرب چه خوش می گفت از روی طرب ایها القوم الذی فی المدرسه کل ما حصلتموه وسوسه فکرکم ان کان فی غیر الحبیب ما لکم فی النشأة الاولی نصیب. Deyir bir ərəb oturmuşdu bir mədrəsənin qabağında, qəşəng dəffunə ilə çalırdı. Deyirdi ki, ey insanları ki mədrəsənin qabağında oturubsunuz, hər nə bu mədrəsədən ələ gəlir vəsvəsədir. Bu sizə heç də öyrətməyəcəkdir. Çünki sizin fikriniz o məhbubun, məşuqun yanında deyil. İndi sən özünü əflatun sayırsan, özünü loqman sanırsan, bunların hamısı elmidə, hikmətdə, fəlsəfədə olsa, bunlar tərsəlikdir sənə. Sənə doğru düşüncə yaratmayıblar. Səni şubiyənin tərsə yaratdığı məktəblərdən səni qurtarmayıblar. Mən bir baxış ilə bunların hamısını sənin əlindən alıb və səni cahil və nadan eləyəcəm. Bu cəhlin əlbəttə dəyəri o elmidən, o hikmətdən, o fəlsəfədən ki tərsəlik gətirib sənə ondan çox üstündür. تو به دست من چو مرغی مرده‌ای وقت شکار من صیادم دام مرغانت کنم نیکو şunu. Sən mənim əlimdə ovsunlamaq üçün ovlamaq vaxtı, ovlamaq çağı bir ölü bir toyuq kimisən. Sənin gücün yoxdur. Axı bu tərsəlik sənə güc bağışlamayıb. Səni əyib, səni büküb, sənə bağıntılıq gətirib, bağımsızlıq bağışlamayıb. Sən düşüncədə müstəqil olanmayıbsan. Sən hər zaman ağlayıbsan o tərəfə, bu tərəfə. Ona görə sən تو به دست من چو مرغی مرده‌ای وقت شکار mən ovlamaq çağı, sən mənim əlimdə bir ölü bir toyuq kiminsən. Səndə bir güc yoxdur. Oxuduqların sənə güc bağışlamayıbdır. Mən səyyadəm, dam مرغانت کنم نیکو şunu. Mən bir ovçuyam. Mən doğru düşüncələrin, doğru anlamların, doğru qavramların ovçusuyam. Mən ona görə gəlirəm ki, sənə bir tuzaq quram və bu tuzaqla səni ələ gətirəm. بر سر گنجی چو ماری خفته ای پاسبان همچو مار خسته پیچانت کنم نیکو şunu.
Xub, sən demək olar ki, bir gəncin üstündə yatmış ilansan, yatıbsan, oyaq dəyirsən. Amma mən gəlirəm səni, ey pasiban, ey nigəhban, mən gəlirəm səni oyadam, səni oyadandan sonram ki, sən oyandın, piçanət konəm. Səni o qədər buruşduram, sən bir dənə ilana çönəsən ki, hər zaman vurulasan, çönəsən, dönəsən və biləsən ki, orada sən bir gəncin pasibanısan, bir gəncidən müraqibətçilik eləyirsən. Bu həməndir ki, Məsnəvidə də görürük. Yəni o Məsnəvidə də gəlir ki, deyir ki, nə mənadır? پاره‌دوزی میکنی در این دکان زیر این دکان تو پنهان دکان. Sən bir dükanda oturubsan ki, pinəduzluq eləyirsən. Zir in dükkan to penhan dükkan. Şəms buna deyir. Bu dükkanın altında 2 dənə böyük dükkan vardı ki, sən onun qədrini və dəyərini sən bilmirsən. ای صدف چون آمدی در بحر ما غمگین مباش چون صدف ها گوهر افشانت کنم نیکو şunu. Sən bir sədəf kimi bizim dənimizə giribsən, bizim dənizimizə giribsən, bizim varlığımıza qoşulubsan, bizim varlığımıza qatışıbsan, bizim kimliyimizlə birlikdə seyr edirsən. Axı bir qətrə, bir dənizə qoşulmasa, deyə bilənməz mən dənizəm. Qoşulmasa o bir qətrədir, məhv olar, aradan gedər. Sən bir sədəfsən, onun içində bir inci var, bir mürvarit var ki, qüssələnməyəcəksən. Sən öz işində ol, biz öz işimizdə olacaq. Biz bilirik nə edəcək. Çon sədəf ha qovhərəfşanət konəm, niku şunu. Mən o sədəflər kimin sənin içindən o qədər incilər çıxaldacam eşiyə ki, sən yaxçı eşit. Qulağına sırqa eləcinən ki, bilcinən ki, səndən nə gəncilər və nə altınlar oturub əyləşib. Bərgəluyət tiğha ra dəst niyo zəxm ni gərçə çön İsmail qurbanət konəm niku şunu. Amma qorxmayacaqsan, darıxmayacaqsan. Mən İsmail kimin sənin aparam, başı kəsəm, o tərsə kimliyi səndən alam, amma sən qorxmayacaqsan. Mən bu tərsə kimliyi səndən alan kimin sənin boğazını heç bıçaq, heç qılınc kəsə bilməz. Bərgəluyət tiğha ra dəst niyo zəxm ni yaralaya bilənməz onları. دامن ما گیر اگر تردامنی تا چو مه از نور دامانت کنم نیکو şunu. Əgər sənin ətəyin yaşdırsa, sən gəl bizim ətəkdən yapış. Bizdən nur saçır, bizdən nur yağır. Sənin o yaşlığını və ətəyinin yaş olmasını bu nə edəcək? Qurudacaq, aradan götürəcək, oradan nur ışıllayacaq. من همایم سایه کردم بر سرت از فضل خود. من همایم سایه کردم بر سرت از فضل خود تا که افریدون و سلطانت کنم نیکو şunu. Mən humay quşam, umay anayam, gülmək, gülünc insanlara bağışlaram, ölüm gətirmənəm. Ərəbdə deyərlər ki, o ki ölüm xəbərini verər, ona nə'i deyərlər. Nə'i deyərlər. Nəhcü bəlağədə də var. Nə'ət dünya. Dünya ölüm xəbəri gətirir. Dötür şəhidi də bunu iştibah və yanlış tərcümə edib, deyir ki, dünya vəsf eləyir. Nə'ətdən tutubdur, amma öcür deyil. Nə'a, nə'əya, nə'əv, nə'ət. Bu nə'əyədən, ölüm xəbəri verən. O ki, doğum xəbəri gətirir, ona da bəşir deyirlər. Beşarət.
mən Humayəm. Umay ki, bizim türk usturələrimizdə uşaqları demək olar gəlir bundaqlarda güldürür və uşaqlardan al arvadından qoruyur onları, səadət bağışlayır. Bu səadət bağışlamaq Umay gəlir olur Humay. Humay, mən Humayəm. Sonra həmən quş olur. Kölgə bağışlayıram sizə. Mən Humayəm. Sayə kərdəm bər sərət əz fəzlıq. Umay ana kimi, Humay quşu kimi sənə kölgə bağışlamışam. Öz fəzlimdən, öz o varlığımdan, öz kəramətimdən, öz kimliyimdən ki, ağır təcrübə ilə onu əl tapmışam, Şəmsi deyir Mevlanaya, ondan sənə bağışlayıram. Niyə? Ta ki əfridunu sultanət konam. Əfridun demək olar ki, Zəhhakla ki savaş aparır, Nuh Peyğəmbərin təmsili sayılır da demək olar. Və Türklərin və Turanilərin cəddi sayılır Firidun, Əfridun. Buradan Mevlana da öz kökünə, öz dədə-babasına, öz əcdadına ki Firidundur ona işarət eləyir ki, Nuh ki o gəmi oturandan sonra demək olar yeri 3 dənə uşaqlarının arasında bölür, Selmu, Turo, İrəcin arasında bölür və o Turanilərə Turu demək olar verir və deyir ki, nə mənadır, sən belə səltənət eləyəcəksən. Ta ki xod əfridunu sultanət konam. Bir sultan eləyəcəyim ki, Zəhhak kimin tərsə düşüncələrin qabağında sən dayanacaqsan. Hin qəraət kəm kon, xamuş baş و صبر کن تا بخوانم عین قرآنت کنم نیکوشنم. Sən çox Quran oxuyursan. O qədər Quran oxuyursan ki, Quran yaddan çıxıb. Axı Şəms bilirsiniz də bir həmlələr şey eləyərdi, bu Quranın hafizlərini eləyərdi. Onlar ki, o qədər Quranı hifz eləyirdilər, yetişirdi bunlara, deyirdi ki, nə şöysüz, deyirdi biz Quranı hifz eləyirik. Deyirdi ki, sizin içinizdə insanlar var ki, hafizlər var ki, deyə ki, müstəqim mən o məhbubla, o məşuqla, o Tanrı ilə eləyə bilərəm, ilgiyə girəm. Həl tuhaddesəni qəlbi, yuhaddesəni qəlbi ən Rəbbi ki, deyə ki, mənim qəlbim Tanrıdan müstəqim sizlərə hekayətlər və nağıllar deyə bilər. Siz o qədər Quran hifz eləyibsiz, o qədər Quranın qabıqlarından dayanıbsınız ki, onun içini, onun beynini və olan mənaları yaddan çıxaldıbsınız. Hin qəraət kəm konu xamuş var. Belə oxumağı, belə qabığa dayanmağı, belə qabıqları götürməyi dayandırmalısan. Səbr kon, döz, dözüm elə. Ta bexanəm eyni Qur'anət konam. Qoy mən sənə oxuyum, elə oxular, oxumaqlar Qur'andan yaraldım ki, sənin özünü Qur'ana çendərim, Qur'ana çevirim. Nikuşun, bunu qulağıva sırqa ilə və eşitçinin. Rəhmətli Döktür Sədiq bu qəzəli biraz seçib türkçəyə çeviribdir. Mən xoşluram ki, həm ondan bir yad olsun, həm də onun tərcüməsini bu qəzəldən sizə oxuyum. Dey aşiq olsan sən pərişan eylərəm, az imarət eylə, viran eylərəm. Xəlqi sən heyran edərsən, mən isə sən təki dildarı heyran eylərəm. Sən gər əflatun ya Loqman olmusan, bir görüşlə küllü nadan eylərəm. Gah hüccət söylə, gah da söz demə, mən dəlalətlərdə bürhan eylərəm. Gah da la havl söylə, gahi söyləmə, mən şəhab la havlə şeytan eylərəm. O
İlla men istərəqəssəm fəətbəhu şəhabun mubin ki, Quranda gəlibdir. Onun ayəsinə neyniyir? İşarət edir ki, gizlicə qulaq asır, bir ulduz yandırırdı və ona neyniyirdi? Gizlicə şeytan bu ayələrə qulaq asırdı ki, göydən bu ayələr gəlirdi, ona işarət edirdi. Sən sədəf tək gəlmisən dəryamıza, 100 sədəf tək gövhər əfşan eylərəm. Tiğə kəsməzmiş boğazın bilmişəm. Tiğə kəsməzmiş boğazın bilmişəm. Sanki İsmaili qurban eylərəm. Elə bir İsmaili qurban edirəm, sənin də boğazı birzə kəsməyəcək. Gər xəlilsən, qorxma atəşdən, sakın, heç zaman qorxma. Atəşi sənin için, ya sən için, atəşi sən için gülüstan eylərəm. Mən humayəm, kölgə sallam başına, ta ki əfridunu sultan eylərəm. Han qiraət eyləmə, sus, bir dayan, mən oxursam eyni Qur'an eylərəm. Sağ olasınız, gələn görüşə qədər.